Hər vaxtınız xeyir. 15 may imtahanında düşən bu sualın hamı asan həllini axtarır, amma imtahandan 10 gün öncə sınavımıza qoşulsaydınız və ya 3 gün öncə webinarda olsaydınız, bu sualın izahını mən vermişdim. Webinarda olan 500-ə yaxın 488 tələbə webinarımızda iştirak eləmişdi və onlar bu sualın alternativinin izahını görmüşlər. İndi isə sırf 15 may sualının ən sadə izahını dinləyin. Deyir ki, kubun bütün üzləri göstərilib. Kuba atarkən verilmiş 4 sözdən hər birinin hərflərinin ardıcılığı gözlənilməklə yığılma ehtimallarını taparaq, yığılma ehtimallarının böyük olduğu 2 dənə ilə 2 dənənin cəmi ilə kiçik olduğu 2 dənənin cəminin bir-birinə nisbətini tapın. Mən bunu indi sizə Lorelli-də izah edeyim. Yoldaşlar, bir nərd zəri düşünək. Zərin üzündə 1, 2, 3, 4, 5, 6 var. 6'nın düşme ihtimali 6'da 1'dir. 5'in düşme ihtimali yine 6'da 1'dir. 4'ün düşme ihtimali 6'da 1'dir. Neçə dənə üz varsa aşağı yazılır. Hansı düşəcəksə yuxarı yazılır. Bax, bu kubun ekranda siz eyni kubu görürsünüz. Sadece iki müxtəlif rakursdan. Bu kubun neçə üzü var? Bütün kubların 6 yüzü var. A hərfinin düşme ihtimali nədir? 6'da 2. Çünkü 2 dənədir. B hərfinin düşme ihtimali nədir? B hərfinin düşme ihtimali nədir? Yenə də 6'da 2. Niyə? Çünki 2 dənədir. R hərfinin düşme ihtimali 6'da 1. E hərfinin düşme ihtimali da yine 6'da 1. Yoldaşlar, hansısa bir sözün düşme ihtimalını hesablayanda onun bütün hərflərin ehtimallarını birbirine vururuq. Məsələn, birincini hesablasaq. A 6'da 2. R 6'da 1. A 6'da 2. B 6'da 2. A yeniden 6'da 2. Bütün bu ihtimallar birbirine vuranda birinci sözün düşme ihtimali 6 vur 6 vur 6 vur 6 vur 6'nı niye ben sizin için hesaplayıp əziyyət verim ki? Hele yazaq 6 üstü 5. 2 vur 2 vur 2 vur 2 16, bire de vuranda elə 16. Şimdi ikincisini hesaplayıram. Ərbab sözü. Ənin düşme ihtimali 6'da 1. R'nın düşme ihtimali 6'da 1. B'nın düşme ihtimali 6'da 2. A 6'da 2. B 6'da 2. Bu da eləyir yoldaşlar. 6 üstü 5'te neçə? 2 vur 2 vur 2. 8. Şimdi üçüncünü hesablayıram. Bərbərin düşme ihtimalını. 6'da 2 B'dır. 6'da 1 Ədir. 6'da 1 Ədir. Yine 6'da 2, 6'da 1, 6'da 1. Bunun düşme ihtimali oldu. 6 vur 6 vur 6 vur 6 vur 6 vur 6 eləyir 6 üstü 6'da neçə? 2 vur 2 4. Və sonuncunun ehtimalını hesablayaq. Dördüncünün. 6'da 2 vur 6'da 2 vur 6'da 1 6'da 2 6'da 2 6'da 1. Bu da barbarın hesaplanması. O da eləyir 6 üstü 6'da 2 vur 2 vur 2 vur 2 16. Şimdi bunun hamısını bildiniz. Qıraqdakı hesablamalar mənə lazım deyil. Silirəm ki gözünüz yorulmasın. Bax, indi deyir bu ehtimallardan ən kiçik x'i ilə ən böyük x'ini toplayın və onların da bir-birinə nisbətini tapın. Yoldaşlar, məlum məsələdir ki, hansı kəsirin məxrəci böyükdürsə, o kiçik kəsirdir. Hansı kəsirin məxrəci balacadırsa, o, daha doğrusu hansı məxrəci böyükdürsə, həmin kəsir kiçik. Kiçik olanda isə böyükdür. İki böyük olanını toplayın deyir. Bunlar hansılardır? 6'da 5 D 16. Üste gel 6'da 5'te 8. Bunu hesaplayanda eləyir 6'da 5'te 24. İndi böyle balacılarını toplayaq. 6'da 4 ve 16'nı toplayaq. 6'da 4 ve 6'da 16. Bu da eləyir 6'da 20. Və onların birbirine nisbətini tapın deyir. Bilirsiniz ki, bir kəsiri digərinə böləndə tərsinə vururlar.
6'da 5'te 24 vurulsun. 6'da 6 bölü 20. Beləliklə 6'da 5 ilə 6'da 6 gedir, 6 qalır. 24 də 4'e bölünür, 6 qalır. 20 də 4'e bölünür, 5 qalır. 6 vur 6 36 bölünsün 5. Cavab Y variantı. Bax bu cür ağır sualı sizə çox sadə formada izah elədim. Yenə düşəcək. İyulda mı düşəcək, iyunda mı düşəcək fərqi yoxdur. Yazarsınız inşallah. Hamınıza uğurlar.